Devlətin oğlu görək nə deyir? Devlətin oğlu. Yaxşı danışır eləmi? Gəlin baxaq. Xalqını salamlayıram. Sizdən çox xahiş edirəm və rica edirəm bu video axıra kimi baxasınız. Sol Baxaq. xalqını salamlayıram. Sizdən çox xahiş edirəm və rica edirəm bu video axıra kimi baxasınız. Solda gördüyümüz qazi bizim ehtiyatlı olan baş leytenant Süleyman qazimizdir. Sağda gördüyünüz qazimiz isə Vidadi qardaşımızdır. Bu iki qardaş 44 günlük vətən müharibəsindən sonra ta bugünkü günə qədər bütün şəhid ailələrinin, bütün qazilərin yanında olurlar. Onların yaranmış problemlərini aradan qaldırmaq üçün Allah Abşeron icra başçısı Abdi müəllimə can sağlığı versin. Abdi müəllimin başçılığı ilə bu qazilərimiz şəhid ailələri və qazilərə qarşı diqqət göstərir. Niyə beləncə insanlara dəstək olursunuz? Niyə də bax, niyə? Bugünkü gündə Süleyman... Gicdallah oğlu, gicdallah. Niyə dəstək olmalıdır cəmaat? Cəmaat acından ölür. Niyə dəstək olmalıdır cəmaat? Gicdallah oğlu, gicdallah. Sən niyə dəstək olmursan? Niyə demirsən ki, devlət niyə, hökumət niyə, devlət niyə dəstək olmamalıdır? Niyə Ermənistanda xalq dəstək olur qazilərə? Şəhid ailələrinə xalq dəstək olur, yoxsa devlət Ermənistanda? Onların da şəhidi var, onların da qazisi var. Özünə görə. Və yaxud başqa ölkələrdə, Ukraynada və digər ölkələrdə. Belə də götürəndə osturaq, 6 dənə burger toçkan var, 6 dənə, 7 dənə burger toçkan var, 5-6 dənə moykalarım var, 3-4 dənə maşınım var, 3-4 dənə də eviniz var. Bir dədəsən, bir də bala. Devlət və oğlu. 4 dənə də eviniz var sizin. 3-ünü devlətdən alırsınız, birini özünüz alırsınız. 4 dənə eviniz var. Gicdallah yığını gicdallah. Cəmaatı qoyun hesab edibsiz. Bu cəmaatın pulu yoxdur. Pulu olan da petuğa verir. Buna və buna. Ağıllı çıxıb da güya bu. Qaldı. Bu qazilərə Abidin Fərzəliyevin arvadının ağzına verin mən. Abidin Fərzəliyevin götünün stoykasısınız siz. Abidin Fərzəliyevin götünün probkasısınız siz. Bir icra başçısı ki, 3 dənə qazi ilə götünü borcudub gündə bir reklam verir. 3 dənə qazini dolandıranmır icra başçısı. Abidin Fərzəliyev Xırdalanın icra başçısından qayrışanda o həkimlə Abidin Fərzəliyev milyonların, milyardların üstündə oturubdu. Milyardların. Abidin Fərzəliyev sərvətinin yarısını xərcləsə, Azərbaycanda problemli qazilər, şəhid ailəsi qalmaz. Doluyubsunuz ya bu xalqı. Çıxan anasını sikdiyim deyir ki, çıxan var yoxu sikdiyim deyir ki, ay xalq, niyə kömək eləmirsiniz buna? Ay xalq, niyə kömək eləmirsiniz buna? Xalqdan kömək istəyə bilər müxalifət, siyasi məhbuslar. Normal hökumət olsa ola bilər dini məscidlər. Xalqdan kömək istəyə bilər, ola bilsin hansısa bir müxalif fəallar. Çünki devlət bizə vətən xaini deyir. Devlət bizi hər yerdə öldürmək istəyir. Yoxsa çıxır, xalq, bu trola yardım elə, bu tolikə yardım elə, bu nə bilim, xoşqədəm bir xəstə uşaq, güya xəstə uşaq çıxartdı, buna yardım elə, zar onu çıxartdı, buna yardım elə, qaziyə yardım elə, şəhid anasına yardım elə, xalq yardım elə. Niyə eləmirsiniz, Sikim sizin var yoxunuzun ağzını. Xalq niyə eləməlidir, devlət ola? Bu boyda nefti, qaz, zəngin devlət ola, xalq niyə eləməməlidir? Göt uşağı göt. Xalq niyə eləməməlidir? Eləməlidir xalq. Buna baba. Qazimiz də ailəlidir, Vidadi qazimiz də ailəlidir. Bütün gün orada, burada heç öz ailəsinə normal vaxt ayıra bilmirlər. Niyə dəyərli oğlanlara dəyər vermirsiniz? Ancaq dəyərsizlərə dəyər verirsiniz. Düşünürəm ki, Yenə deyirəm. Allah dəyər versin. Cındır oğlu cındır. 8 dənə burger toçkan var. 6-7 dənə moykan var. 4 dənə evin var. Bir dədəsən, bir də bala. Bir də qardaşı var deyəsən. 2 qardaş, bir dədə. 4 evi neyinirsiniz siz? Bundan əlavə icra başçısı Abidinlə kankasın. Saçan baxıram bu qazilər Liboy Toyda onunla belə-belə oynayır. Bu qazilər. Milyarder icra başçısından istəmirlər. Fikir ver ha. Özünün heç nəydə dəymir ha. Burger toçkaları.
Heç nəyə dəymir. Hökumətdən də tələb eləmir, istəmir. Deyir, ay xalq, niyə eləmirsiniz? Nə cındır götü sifətindən qırmızı adamlar var, ha?